Salam. Prezident İlham Əliyevin sədrliyi ilə aqrar məsələlərlə bağlı müşavirədən sonra artıq biz real işlərin şahidiyik və Prezident İlham Əliyev tərəfindən son günlərdə bir neçə fərman imzalanıb. Bu fərman sahibkarların işlərini yüngülləşdirməklə bərabər həm də onların kreditlərə əlçatanlığını artıracaq və biz bu məsələni Azərbaycan Sahibkarlar İttifaqının prezidenti Məmməd Musayevlə müzakirə edəcəyik. Məmməd bəy, xoş gördük. Xoş gördük. Məmməd bəy, Prezident İlham Əliyevin imzaladığı fərmanlardan biri sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı tədbirlərlə əlaqədardır. Fərmanda sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi və həmin kreditlərə hesablanmış faizlərə subsidiya verilməsi nəzərdə tutulur. Bu, sahibkarların kreditlərə əlçatanlığının təmin olunmasına hansı töhfəni verəcək? Birinci, bütövlükdə ölkəmizdə doğrudan da bu kənd təsərrüfatına bağlı tədbirlərdə böyük canlanma var, böyük irəliləyiş gedir və burada isə bu onun işin bir hissəsidir. Bütövlükdə burada əsas hissəsi, çünki söhbət buradan gedir. Bəli, əsas hissəsindən biridir. Burada söhbət biz regionlarda sahibkarların maliyyə əlçatanlığında müəyyən çatışmamazlıq var idi və buna görə də birinci orada iki məsələdən söhbət gedir. Birinci söhbət ona gedir ki, bunların təminat verilməsi, bizə regionlarda sahibkarların girov təminatı yox idi və o da onların kredit almana bir çətinlik yaradırdı. Artıq bu təminatı burada veriləcəkdir. İkinci isə faiz subsidiyasının verilməsi. Bu da biz kənd təsərrüfatında çox da yüksək rentabelli deyil, yüksək faiz olmur və faizin bir hissəsi verilməsi bu da imkan verir. Ancaq bütövlükdə bunun kredit zəmanət fondundan verilib biznesin inkişaf fonduna verilməsi çox müsbət haldır. Niyə görə müsbət haldır? Artıq belə də bir pəncərə sistemi olur. Bu artıq həm investisiya fondu, həm kreditlərin verilməsi, həm də zəmanətin verilməsi bir qurumda cəmləşir. Bu isə sahibkarlarla direkt təmas qurmağa, onların maliyyə əlçatanlığını artırmağa kömək etməlidir. Mən hesab edirəm ki, bu fərmandan sonra, fərman tətbiq başlayanda yerlərdə sahibkarların kredit əlçatanlığına böyük kömək edəcəkdir. Bu da təbii ki, kreditin artmasına imkan verəcəkdir. Mən bununla bağlı bir şey dediyim ki, bugün artıq bilirsiniz ki, Azərbaycanda dünən də bir neçə gün bundan öncə Mikail müəllim geniş çıxış elədi, geniş intervyu verdi, bu prosesləri təhlillədi və dünən isə Kənd Təsərrüfatı Naziri Məzmun müəllim də çıxış elədi. Bugün regionların inkişafında maliyyə əlçatanlığı ən vacib məsələlərdən biridir və bu görülən tədbirlər bu işin sürətləndirilməsinə kömək edəcəkdir, dəstək verəcəkdir. Və burada mən bir məsələdə deyim ki, regionlarda bu işləri həll etmək üçün biraz da təkmilləşdirmə aparması lazımdır. Bilirsiniz, bizim mövcud qanun bilirsən, bizdə kredit ittifaqları var, bank olmayan kredit təşkilatı var, banklar var və biz çalışmalıyıq ki, regionlarda, xüsusən də bu kənd təsərrüfatı ilə bir yerdə kredit ittifaqlarının fəaliyyətini gücləndirək. Çünki kredit ittifaqları mikrokredit almaq üçün sahibkarlara birləşmək üçün, kooperativ yaratmaq bir dəstək rolu oynayır. Buna görə də kredit ittifaqlarının tənzimlənməsində böyük bir ehtiyac vardır. İkinci, bank olmayan kredit təşkilatları. Bank olmayan kredit təşkilatları həmişə rayonlarda, regionlarda, kəndlərdə çox böyük xidmətlər göstəribdir. Düzdür, onlarda kreditin faizi biraz yüksək olur. Ancaq burada da artıq həmin fərmanda kreditin yüksək həddi qoyulub, 13%-dən yuxarı maliyyələşdirilmir. Ona görə banklar, üçüncü isə banklar. Doğrudan bizim banklarımız, bugün bizim iri banklar, Beynəlxalq Bankın, Kapital Bankın, Paşa Bankın, Xalq Bankın filialları var. Ancaq bunlar bir növ kənd təsərrüfatına, özəl sektora, fermerlərə çox da maraqlı deyil. Ancaq artıq faiz subsidiyalarının verilməsi bunlarda bu şey stimul yaradacaqdır. Bu da bütövlükdə ölkədə ümumi kreditin həcmində kənd təsərrüfatının payının artırmasına dəstək vericidir. Ancaq mən bir mühüm halda xüsusi vurğulamaq istəyirəm ki, bilirsiniz ki, Azərbaycanda İslam İnkişaf Bankının illi toplantısı keçirilir və elə günün birinci yarısı İslam Bankının özəl sektorla görüşü var idi. Bizim Azərbaycanda artıq iki banka İslam Bankı tərəfindən İslam bankçılığı vasitəsilə kredit verilməsi barədə vəsait aldı. Onun biri Rabitə Bankdır, biri isə Turan Bankdır. Mən deyərdim ki, ölkəmizdə biz çalışmalıyıq ki, İslam bankçılığını da gücləndirək, İslam bankçılığını inkişaf edək. Düzdür, bu sahədə Mərkəzi Bank müvafiq addımlar atır, müvafiq tədbirlər görür, qanunvericilik dəyişiklik yaparır və biz bunu nə qədər çox eləsək, bu daha faydalı. Çünki İslam bankçılıq sistemi
digər banksız sistem biraz fərqlidir. Burada faiz yoxdur, hissədar olurlar və bu da bilavasitə müəssisənin fəaliyyətində iştirak edirlər və burada şəffaflıq daha çox qorunur. Yəni bu proseslər qorunması hamısı və bu işlərin edilməsi, xüsusən də İslam Bankasında gətirilməsi maliyyə əlçatanlığına böyük dəstək verə bilər və hesab edirəm ki, bunda böyük faydası olacaqdır. Mehmet müəllim, biz buna sadəcə bir fərman kimi yanaşmamalıyıq, mən belə hesab edirəm. Çünki bu kreditlərin restrukturizasiyasından sonra kreditlərlə bağlı ən böyük və ən əhəmiyyətli fərmanlardan biridir. Çünki artıq sahibkarlar faiz ödəməklə bağlı dövlətdən dəstək almış olacaqlar. Təbii ki, bu yeni bir addımdır. Biz cənab prezident həmişə belə şeylərdə cəsarətli addımlar atır, riskləri düzgün bölür və mən hesab edirəm ki, xüsusən region üçün böyük bir əhəmiyyət var və fərmanda bir şey də xüsusi vurğulanır ki, bu Bakı və Abşeron buraya aid deyil. Bu onu göstərir ki, bu vəsaitlər ancaq Bakı Abşerondan kənarda olacaq. Çünki Bakı və Abşeronda yetərincə kreditlər verilir, banklar işləyirlər, filiallar var və bu bilavasitə bütün vəsaitin rayonlara fokuslanmasına gətirib çıxardır və bu da çox effektiv olacaqdır. Ona görə də mən Bakıda və Sumqayıtda kreditlər rentabellidir və bütün banklar Bakı və Abşerona yönəlirlər. Ona hesab edirəm ki, bu artıq bankları stimullaşdıracaq ki, regionlara getsinlər, regionlarda filial açsınlar, şöbə açsınlar, nümayəndəlik yaratsınlar ki, bu sahədə işlərini aparsınlar və hesab edirəm bunun böyük bir faydası olacaqdır. Özdə bilirsiniz ki, proqram biz əvvəl də bu məsələ ilə bağlı sizlə müsahibə vermişdik. 5 illik proqramdır, 4 il yarımdır biz bunu yerinə yetirməliyik, sahibkarı yerinə yetirməlidir və buna görə də çox effektiv olmalıdır ki, ilbəil bunun həcmi artmalıdır. Mehmet müəllim, siz də qeyd elədiniz, xüsusilə bölgələrdə sahibkarların kredit almaq üçün təminat göstərməsi ilə bağlı problemlərin mövcudluğu ilə bağlı məlumatlar var və siz daim sahibkarların kreditlərə əlçatanlığının artırılması ilə bağlı təkliflərlə çıxış edirsiniz. Elə bizim efirdə də belə bir müsahibəniz olmuşdu sizin. Bu məsələdə konkret olaraq hansı dəyişiklikləri gözləməliyik? Mən bayaq çıxışımın əvvəlində dedim ki, burada biz sadaladığımız tədbirləri gördükcə kredit ittifaqlarının fəaliyyətini genişləndirmək, bank olmayan kredit təşkilatlarının kömək etmək, dəstək etmək, regionlara getsinlər, bankların fəaliyyəti, İslam bankçılığı, bunlar hamısı birbaşa bu işə yönələcək ki, özəl sektorda, kənd təsərrüfatında kredit portfeli artsın. Mən bircə rəqəmi də deyim ki, bu bizim kənd təsərrüfatı müşavirəsində qeyd olunur ki, bütövlükdə kreditin həcmi ümumi kredit portfelinin cəmi 2% təşkil edir. Bu isə rəqəm çox azdır. Normalda götürəndə dünyada bu ən azı 10% olmalıdır. Yəni ona görə bu tədbiri hamısı görmək lazımdır ki, buna doğru ilbəil addım geçsin və fermerlərin, sahibkarların buraya əl çatanlığı artsın. Və bu çatdıqca da effektiv artacaqdır. Dövlət başçısı həmçinin qeyri-neft qaz məhsullarının ixracının stimullaşdırılması və daşınma xərclərinin dəstəklənməsi ilə də bağlı əlavə tədbirlər haqqında fərman imzalanıb. Fərmanda mən buradan oxuyacağam, deyilir ki, yerli qeyri-neft qaz mallarının ənənəvi bazarlardan kənar, yeni və alternativ xarici bazarlara yönəldilməsi zamanı yaranan yüksək nəqliyyat daşıma xərcləri ixracatçıların rəqabət imkanlarının əhəmiyyətli dərəcədə məhdudlaşmasına səbəb olur. Nəticədə qeyri-neft qaz mallarının ümumi ixracdakı payının potensial imkanlardan aşağı salınmasına səbəb olur. Ona görə də Azərbaycan Respublikası mənşəli qeyri-neft qaz mallarının ixracı zamanı onların daşınması üçün çəkilmiş xərclərə görə həmin malların növündən, gömrük dəyərindən, ixrac edildiyi ölkədən və nəqliyyat növündən asılı olaraq dövlət büdcəsinin vəsaiti hesabına daşınma dəstəyinin ödənilməsi nəzərdə tutulur. İxrac əməliyyatları ilə məşğul olan sahibkarlar bundan nə əldə edəcəklər? Fərmandan çıxan kimi bunun belə iki hissəyə bölürlər. Bunun biri Naxçıvan Muxtar Respublikasının sahibkarlara aiddirlər. Naxçıvan Muxtar Respublikasının həmən fərman səhərsi günü yığışlar var, məsələn, müzakirə və cənab prezidenti təşəkkür göndərdilər. Doğrudan da Naxçıvanda sahibkarın inkişafına böyük dəstək verir. O cümlədən bütövlükdə isə biz məsələlər almışdıq. Bütövlükdə ixrac sahibkarların dəstək verilməsi. Bu da çox vacibdir, çünki bizim sahibkarlar qeyri-neft ixrac edir, nəqliyyat xərci olurdu və bu da maya da bahalaşdırır, sahibkarlar zərər edir. Ona görə də ixrac sahibkarlar çox maraqlı deyirlər. Ancaq bu həm də fərmanda bu çox kompleks üzrlər. Burada kömürlə bağlı məsələlər var, digər məsələlər var. Bir də orada xüsusi ki, əgər nəqliyyat şirkəti Azərbaycandan qeyd keçibsə, onu düzəldir. Yəni bu güzəşt edilir. Daha üstünlük verir, 70% qarşı. Bu demək ki, bizim nəqliyyat şirkətləri
logistika ilə məşğul şirkətlər burada qeydiyyatdan keçmələri ki və onlar daha çox dəstək alsınlar. Bu sahibkarlar çox faydalı olacaq, sahibkarlar bundan məmnunlar. Mən də bütün sahibkarlar rəhbər kimi cənab prezidentə təşəkkür edirəm ki, belə bir həlli vacib qərar qəbul etdi və bu da bizim ixracımızı artıracaqdır. Bizim ixracımızda qeyri-neft məhsulları nə qədər çox olsa da yenə neft, qaz daha üstün təşkil edirdi və bu gün artıq bizim məhsulların ənənəvi qeyri-ənənəvi bazara keçməsi üçün çünki bu nəqliyyat güzəştləşdirmə olması faydalıdır. Birincisi ənənəvi daha çox Rusiya bazarı, Orta Asiya bazarı, Ukrayna bazarına gedirik və burada problem yaradılır. Ancaq bu bizim önümüzdə asıl sahibkarlar ki, İslam ölkələri bazarına gedə bilərlər, Çin bazarına gedə bilərlər və digər Yaponiya bazarına gedə bilər və bu isə bizim ixracımızı genişləndirəcəkdir və bu bizim üçün çox vacibdir ki, o da eyni vaxtda arxasından yerli istehsalı dəstəkləyir. Çünki əgər istehsalçılar görürsə ki, bunun məhsulu gedir, mənfəətli satılır və onlar məhsul istehsalından məşğul olacaqlar. Belə başa düşürəm ki, bizim sahibkarlar uzaq ölkələri həm də ona görə seçmirdilər ki, burada logistika xərcləri var idi və indi artıq dövlət bu logistika xərclərini kompensasiya edəcək. Bəli, bu dövlət özü də burada elə edir ki, ədalətli olsun, ölkəsindən asılı olaraq orada xüsusən İqtisadiyyat Nazirliyinə, Maliyyə Nazirliyinə tapşırıq verir ki, burada ölkənin yerləşməsindən, uzaqlığından, kömürlük rüsumlarından asılı olaraq orada fərqli tariflər olacaqdır. Ancaq bu da imkan verir ki, obyektiv, ədalətli kim nə qədər xərc çəkirsə, o xərcin bir hissəsi qarşılansın və bu bir daha deyirəm ki, bizim sahibkarları stimullaşdıracaq ki, ixracata meyilli olsunlar, ixracatı artsınlar və bu sayədə proseslər başlayıb gedir. Biz də bunu biz müzakirə edirik. Bununla bağlı həm birinci İqtisadiyyat Nazirliyinin, onun müvafiq qurumlarının görüşlərimiz olur, dialoq qururuq. O cümlədən də Kənd Təsərrüfatı Nazirliyindən də belə bir görüşlərimiz olur və biz Kənd Təsərrüfatı Nazirliyində bir əməkdaşlıq şurası yaratmaq haqqında artıq şifahi razılaşmışıq, belə bir şuranı yaradaq və sahibkarları narahat edən məsələləri biz daim qaldıraq. Bu aqrar məsələlərlə bağlı müşavirədən sonra Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üzrə dövlət proqramı təsdiqləndi və indi artıq həmin dövlət proqramının regionlarda müzakirəsinə başlanılıb və regionlarda müşavirələr keçirilir. Həmin müşavirələrdə həm yerli icra hakimiyyətinin rəhbərləri, həm fermerlər, həm də mərkəzi hakimiyyət orqanlarının nümayəndələri, o cümlədən prezidentin köməkçiləri iştirak eləyirlər. Dövlət proqramının icrası ilə bağlı belə təmasların faydaları hansılardır? Mən hesab edirəm ki, bu çox bir faydalı görüşlərdir. Bizim həmişə sahibkarlarla, bizim təşkilatla dövlət arasında münasibətdə həmişə dialoq çox vacibdir. Bu əsl canlı dialoqdur, birbaşa dialoqdur və belə görüşlər Cənab Prezidentin köməkçiləri Şahmar Mövsümov tərəfindən, Xalid Əhədov tərəfindən, Natiq Əmirov tərəfindən keçirilir və biz televiziyadan xəbərini izləyirik ki, çox açıq dialoq şəklində iştirak keçirilir və o cümlədən bu tədbirlərdə Kənd Təsərrüfatı Nazirinin müavinləri də iştirak edir, Su Agentliyinin nümayəndələri iştirak edir, o cümlədən bizim regionlarda nümayəndələrimiz var, sahibkarlar, onlar da orada iştirak edirlər və bu tədbir çox canlı olur və burada qaldırılan məsələ müzakirə. Mən sadəcə arzu edirəm, tövsiyə edirəm ki, bu mütəmadi xarakter alsın. Rüfdə bir dəfə, yəni yarım ildə bir də belə bir görüşlər regionlarda keçirilsin ki, bilirsiniz, belə bir söz var, sosial-iqtisadi inkişafın yeni dövrü. Bugün bizim bu Cənab Prezidentin imzaladığı fərmanla bir yeni dövr başlayır, yeni canlanma dövrü başlayır. Yeni, tutaq ki, emal, ixrac, Cənab Prezident orada çoxlu tapşırıqlar verir ki, nə ilə biz özümüz 100% təmin etməliyik, nə ilə 70% təmin etməliyik. Bunların hamısını yerinə yetirmək üçün çoxlu belə mütəmadi görüşlər aparılmalıdır. Mən hesab edirəm ki, bu cür görüşlər davamlı olacaqdır və bu çox faydalı olacaq. Çünki artıq yerdə sahibkarlar hökumət nümayəndələrindən bilavasitə Cənab Prezidentin köməkçilərinin canlı dialoqda olacaqlar və bu da çox faydalı olacaqdır. Və mən bunun olacağına əminəm ki, bunun çox faydalı olacaqdır.
Belə müşavirələrdə mən də iştirak edirəm və artıq ikisində iştirak eləmişəm. Çox açıq müzakirələr keçirilir və sahibkarlar ayağa qalxıb prezidentin köməkçisinə problemlərini dilə gətirə bilirlər və orada iştirak edən nazirlik nümayəndələri, agentlik nümayəndələri bu problemlərə münasibət bildirir. Ötən gün Lənkəranda keçirilən müşavirədə prezidentin köməkçisi, prezident administrasiyasının iqtisadi, siyasi və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov prezidentin adından icra hakimiyyəti başçılarına, orada iştirak edən region icra hakimiyyəti başçılarına bildirdi ki, icra başçıları sahibkarlara şərait yaratmalıdırlar. Bölgələrdə sahibkarların yerli məmurlarla bağlı heç bir problemləri olmamalıdır və siz sahibkarların bir nümayəndəsi olaraq sizə də hər halda məlumatlar gəlir ki, bölgələrdə məmurlarla sahibkarlar arasında hansısa problem olur. Belə məlumatlar gələndə hansı addımlar atırsınız? Təbii ki, birinci Natiq müəllim çox düzgün bildirir. Çünki bir məsələdə mən vurğulamaq istərdim ki, bizim sahibkarların maarifləndirilməsi məsələsi də çox vacibdir. Biz konfederasiya olaraq çalışırıq ki, regionda sahibkarlara maliyyə savadlılığı bu barədə bilgilər verək. Çünki mən həmişə bunu deyirəm, Hollandiyalardan, bizim dünyada ən inkişaf etmiş kənd təsərrüfatı ölkələrindən biri Hollandiyadır. Siz necə oldu, belə bir uğura nail oldunuz, belə bir uğur qazandınız? Deyir ki, biz fermerləri alim elədik. Ona görə biz birinci doğrudan da fermerlərlə, sahibkarlarla yerlərdə daha çox onlara trening keçməliyik, məlumat verməliyik, öyrətməliyik, bilgini artırmalıyıq. O cümlədən bu cür müraciətlər bəli bizə də daxil olur. Bizim ayrıca vitse-prezidentlərdən biri Vüqar Zeynalov bununla məşğuldur. Mütəmadi olan yerdə icra hakimiyyətinin rəhbərlərlə görüşürük. Olan məsələ həll edirik və bizim sahibkarlıq şöbəmiz var. Sahibkarlıq şöbəsi bizim hər rayonda nümayəndəmiz var. O nümayəndələr məsələn araşdırırıq və lazım olarsa da bu məhkəmə həlli, məhkəmə vasitəsilə həll edirik. Lazım olursa da dialoq formasında dialoq həll edirik. Lazım olursa bizim digər qurumlarla, vergi qurumundan, kömürlük qurumundan, antisarla və digər qurum varsa da biz kommunikasiya keçib onlarla əlaqə qururuq. Bizim bu qurumların hamısından da çox yaxın dialoqumuz var. Mütəmadi belə görüşdə keçirib o məsələləri işçi qaydada həll edirik və nəticədə göstərir biz çox saylı belə problemləri həll edirik və sahibkarlar bizim bugünkü bu oturduğumuz sahibkarların bir elə bir ki, ata evidir. Hər kəs buraya gəlir, fikrini anladır. Bəli, fikrini anladır. Biz onlara daimi qayğı göstəririk, kömək edirik və nəticədə göz qabağındadır. Yəni siz maarifləndirməni dediniz. Məsələn, heç kim təsəvvür edə bilməzdi ki, elektron kənd təsərrüfatı informasiya sistemi yarananda biz deyirik bu fermer bundan necə istifadə edəcək. Amma indi görürük ki, hamı artıq istifadə edir, bəyan edir, subsidiyalar alır və deməli maarifləndirmənin faydası var. Bəli, bu sayədə mən hesab edirəm ki, ölkədə istər İqtisadiyyat Nazirliyi, istər İqtisadiyyat Nazirliyinin İxracat Dəstək Qurumu, KOBE, Kiçik Biznes İnkişafı Agentliyi, istər Kənd Təsərrüfatı Nazirliyi və o cümlədən Sahibkarlıq Konfederasiyası bizim xarici tərəfdaşların köməyi ilə regionlara çoxlu kömək edirik. Və bizim sahibkarların, xüsusən də fermerlərin belə bir dəstəyə, köməyə ehtiyacı var və ona görə də bu gün artıq bu onu göstərir ki, mən biraz daha qabağa gedirəm ki, biz bilirsiniz, cənab prezident ilə çıxışında dedi ki, regionların sosial-iqtisadi inkişaf proqramı hazırlanmışdı. Yəni bu 2004-cü ildən bu tərəfə regionlarda çoxlu işlər görülmüşdü. Bunun böyük bir bazası var. O bazanı sadəcə daha da yeniləmək lazımdır, daha müasirləşdirmək lazımdır və fermerləri daha da bilgi eləmək lazımdır. Ancaq bu gün yaxşı nəticələrimiz var, artıq təcrübəli, savadlı fermerlərimiz var. Onlar özləri birbaşa məhsul ixrac edirlər, xaricə məhsul satırlar, xaricdən məhsul alırlar. Yəni bu gün biz qürurla deyə bilərik ki, bu iş yeni etapa keçib, yeni inkişaf dövrünə keçibdir və mən də bir müsbət nəticələr olur və bundan sonra da olacaqdır. Minnətdaram Məmməd müəllim, çox sağ olun. Xatırladım ki, mənim müsahibim Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevlə biz Prezident İlham Əliyev tərəfindən son günlərdə sahibkarlarla bağlı imzalanan fərmanları müzakirə edirdik. Sağ olun.